Bəli, çox sağ olun, təşəkkür edirəm. Hər halda siz də həmfikir Ya bu məsələdə həmfikirik, ixtilafi nəzərimiz yoxdur. Dedim şayət nəqdüz zadız ola o çatda. Amma hər halda bizim bir keçmişdə biz həmişə qətlana məruz qalmışıq. Necə bu günləri biz İranın daxilində bir dənə hegemon bir millətük, yəni hegemon bir gücük, super bir gücük və bu günləri İranın da bizim söyləmlərimiz bütün millətlərin söyləmi kimi mətrəh olur. Yəni çox maraqlıdır bax bu. Yəni ana dili biz deyəndə tək özümüzə demirik. Yəni İranın bütün o nə cür deyim, millətlərinə təsir qoyan bir millət kimi ortaya çıxmışıq. Buna baxmayaraq ki, bizim təşkilatlarımız çox zəif olub. Yenə də deyirəm buna. Bu zəif təşkilat söyləm yaradıbdır bu millətin içində, bu xalqın içində. Bu xalqı düzdür şayət belə hazır təşkilatı eləyə bilməyibdir, bu milləti dalıncan çəkər. Amma belə hazır məfkurə eləyə bilibdir 194 dənə ustad-ı danışqah ki, eşq olsun onlara, alqışlayıram onların hərəkətlərinin, bu adamlar üçün bu günləri, o təşkilatlar üçün zəif halda da sözlərini deyiblər, həmin onlardılar ki, bunları dalıncan çəkib gətiriblər. Mən əlbəttə onların hamısına sayğı ilə yanaşıram və onların hamısı hərəci özləri bir partiyadır, bir təşkilat da Azərbaycana, bir şəxsiyyət də Azərbaycana. Amma bu məfkurənin bir dənə əqəbəsi vardı. O da əqəbəsi bizim bugünkü o Əziz Purvəli kimi rəhmətliklər, Həsən Dəmirçi kimi rəhmətliklər, Düşdür Heyət kimi şayət bir zaman əslən biz onlara müntəqid idik. Biz deyirdik ki, mən özüm Düşdür Heyətə oturmuşam dizbədiz, demişəm ki, siz səhv edirsiniz. Nə qədər biz inşa yazacağıq varlıqda, nə qədər. Amma bu günləri görürəm ki, yox. Bu günləri o kişi həqiqətən düz demiş. Ya Düşdür Nitqi rəhmətlikinə biz deyirdik bu inşa yazmaqdan mən özüm bəhs eləmişəm. Evində oturub Düşdür Həmid Nitqi rəhmətlikin demişəm ki, ay Düşdür Nitqi, bu da haçana kimi biz inşa yazacağıq. Gülübdür, deyirdi ki, əli sən səhv edirsən. Biz bu millətin məfkurəsini gərək. Onda biz gənc idik, bilmirdik. Hələ bu şah zamanın bəhslərindən gedir. Dostlar, mən dərhal Məcid bəydən çoxlu sözlər soruşdum. Həqiqətən məni qane edici sözlər buyurdular, dedilər. Amma sonda bir dənə son sorğum olacaq. Bu proqramı bitirəcəyəm. Hörmətli Araz bəy. Baxın, bu günləri İranda çox ciddi problemlər var. Və hakimiyyət əmələn iqtisadi cəhətindən, ekonomi cəhətindən zad olubdur. Nə cür deyim, çökübdür. Amma hələ siyasi canı vardır. Niyə? Sərkub o qüvvələri hələ didişir bu millətdən. Əgər bir dənə boşluq gələ, Amerika da bir tərəfdən deyir vuracağam. Housiləri də gördünüz, bu gecə qətlam elədi. Əgər ki, çox siyasi nazirlər deyirlər ki, bu müqəddəmədir İranı vurmağa. Əgər İranı vura, bir boşluq yarana, bax, biz nə iş görməliyik, nə hazırlığımız var bu məsələyə. Buyurun. Əli bəy, mən fikir edirəm ki, biz hər zamandan daha hazırıq. Baxın, sizə örnək verəcəyəm 1324 ilini. Örnək verəcəyəm. Araz bəy, lütfən, bəli. Səsdə bir sorun oldu qaliba. Bəli, proqram. Və örnək verəcəyəm 1989, 90, 91, 92-ci illərin Quzey Azərbaycanını.
əgər biz belə düşünək ki, elə bizim o ləhzə fəqət Bəli. fəqət elə bu gördüyümüz nirulardılar. Elə siz, mən və bu milli hərəkətin bu təşkilatlarıdırlar ki, təhəvvülatı rəqəm vuracaqlar. Əslində elə olmayacaq. Baxın, Sovetlər dağılanda bir Azərbaycan Xalq Cəbhəsi var idi. Bizim kimi milli nirular var idilər. Bir də elə Sovetlərin içində olan hakimiyyətin kadrları idilər. Onlar da əslində Azərbaycanlı idilər, türk idilər və biləxərə vətənlərinə müəyyən dərəcə bağlılıqları, şeyləri var idi və bir də Azərbaycanın az da olsa silahlı niruları idilər. Bu üç qol birdən-birə o şəraitin icabı ilə bir koordinasyona keçib bərabər səhnəyə çıxdılar və gedişatı, tarixin gedişatını yönləndirdilər. Ortaya bir Əbülfəz Elçibəy çıxdı. Ortaya bir Heydər Əliyev çıxdı. Düşünün ki, Şuşanı aylarca, illərcə Şuşanın az sayda polis təşkilatı saxlamışdı. Çünki Azərbaycanın ordu yox idi. Ilə, millət quş tüvəngi ilə saxlamışdı. Baxın, bizim indi biləxərə siyasi təşkilatlarımız var, milli hərəkətimiz var, milli fəallarımız var. Onun cəmbində elə bu rejimin hakimiyyətinin içində yüzlər, minlər qədər bizim kadrımız var. Hala mən ad vermək istəmirəm. Ən təpəsindən ən aşağıya. Və bizim silahlı nirularımız var. Polis təşkilatı var, ərteş var, ərteşin içindəki Azərbaycanlılar var, Sipahın içindəki Azərbaycanlılar var. Onlar hamısı bizim millətimizin övladlarıdırlar, kadrlarıdırlar. Zamanında bunlar hamısı bir-birinə müttəsil olub, tabii ki, indidən demək olmaz ki, o ləhzədə kim önə çıxacaq, kim bir addım öndə olacaq, kim bir addım geridə olacaq. Bəlkə ilk başda biri biraz ilərdə oldu. Eyni Kuzey Azərbaycanda olan kimin? İndi siz baxın rejimin içində olan söhbətlərə. Tərəf gəlib çıxıb İranın məclisində deyir ki, ha, İranın 60% türkü danışırlar, biz bu layihədən vazgeçməyəcəyik. Tam doğru. Mesela İranın tarixində olan bir söz deyil, yox. İranın tarixində belə bir şey yoxdur. Valla 60% də bilmirəm, hətta bir yedim bili biz 40 deyirdi, o 60 deyirdi dedi məsələn. 20% bəlkə də bir yedim bili xəbəri var. Mənim xəbərim yoxdur, millət vəkilidir. Ehtimalı bizdə məlumatı çoxdur. Daşın dibindən də türk çıxır, ay qardaş, başı o Yox, düzdür, mən demirəm səhv deyir. Mən oturmuşam xaricdə, mənim məlumatım azdır. O dövlətin başındakı adamdır. Demək ki, məlumatı var deyir də. Olmasa deməz. Yaxşı. Amma sözüm buna gəlir, bu sözlər 10 il, 15 il, 20 il qabaq danışılırdı İranın məclisində. Yox, danışılmırdı. Yaxşı. Dolayısıyla o cür bir şəraitdə mən mötəqidəm ki, bizim millətimiz üçün zehni olaraq hazırdır məsələyə. Hər zaman olduğundan daha hazırdır. Elə bir qüvvələr ortaya çıxacaq ki, biz əslində şaşıracağıq. Və onda elə bizlər də onlarla bərabər, hamımız hep bərabər və görəcəyik ki, onda elə bölgədən də kifayət qədər bizə dəstək gəlməyə başlayacaq. O şərait yarananda bir dənə də misal vurum. Elə bu Sazman-ı Fədayanı Xəlqin qədim üzvləri deyirlər. İnqilab olanda Sazman-ı Fədayan Xəlqin İranın komplesində 100 nəfər nirusu yox imiş. Zərfi neçə ayın içində bunların mitinglərinə 1 milyon nəfər adam gəlir, iştirak edir, bunlar minlərcə üzv yığılır. İndi elə bizim təşkilatlarımızı yığsan, elə bərabər blok şəklində fəaliyyət edən təşkilatlarımızı yığsan, gənə bir 500 nəfər olar. Yəni o zamanki Sazman-ı Fədayan Xəlqindən gene bir 10 qat yekərik. Bizim yox, Sazman-ı Mücahidin Xəlqin heç 50 nəfəri də yox idi. Diqqət edirsiniz. Yəni bir dənə demokratik istəyirəm mən sizə bunu xidmətlə. Mən iddia edirəm ki, indi bu dəqiqə bizim elə bu məcmui təşkilatı ki varımızdır, dirəniş və ətrafında. Elə təşkilatın elə 500-dən artıq olur. 500 nəfərdən çox nirusu var. İnanın. Yəni biz onların gene 3-5-10 bərabəriyik bu dəqiqə. Elə o şəraitdə elə bu təşkilatlar da böyüyə bilərlər. O biri də gələcək. Elə o millət vəkili də gələcək. Elə o fərmanda isbat da gələcək. Düzdür. Onlar da bizim insanlarımızdılar. Yəni İranın ərteşinin içində və polisinin içində elə şeylər dönür.
Şimdi burada danışmak belki doğru olmaz ama bir nümunesini deyim. O Qarabağ Savaşı'nda İran ordusunu apardı Araz qırağında. Məsələn, manor verə, Kuzey Azərbaycana göz qoğusu verə, yüzlərcə sərbaz Bozqurd şəkli paylaşdılar. Yadınızda da düzdür. İranın əskərləri hamısı Bozqurd işarəti ilə şəkil paylaşırdılar. Güya İran əskəri idilər. Əslində onlar Azərbaycan əskərləri idilər. Və orada İran o manoru tez kurtarıp Niruları geri çəkmək zorunda qaldı. Çünki dedilər nə maaşını açdı. 3 nəfər öldü, 5 nəfər öldü. Nə ara qarışdı, məsələ bitdi. Orada hələ biz dəqiq bilmirik nereye. Əlbəttə bəzi bilgilər gəlir. Yəni orada sonralar açılacaq məsələlər yaşandı. Ama en azından biz gördük ki yüzlerce əskər Bozqurd işarəti göstərdilər, şəkillərini paylaşdılar. Elə həmən əskərlər gene vardılar da daha da artıblar. Ona göre ben o cəhətdə vaqən nigaran değilim. O su o ləhzə axıb öz məsəlini, öz yolunu tapacaq. Yo, bilirsən bəhs nə mənədir? Bəhs camiədə çox bir iddə, məsələn, güya, əlbəttə bu hakimiyyətin də zadı ola bilər, siyasəti ola bilər ki, hə, sabahları bu rejim keçsə nə qayıracaqsınız? Siz Kürdlərin nəm qətliamına məruz qalacaqsınız, filanına məruz qalacaqsınız, nəm belə olacaqsınız, nəm bir iş görə bilməyəcəksiniz filan. Dər surəti ki, bir dənə demokratik atmosfer açılarsa, fəza açılarsa, Hizb-i Tuğda, Allahın Hizb-i Tuğdasının nə qədər adamı tutuldu? Hizb-i Tuğda əslən camiədə biz deyirdik ki, ən belə geri qalmış bir dənə təşkilat sayılırdı. Əli bəy, Kürdlər, Kürt təşkilatları veya terör təşkilatı, Kürdləri bir millət olaraq, toplum olaraq mən millət yox, mənzur o terör təşkilatlar. O təşkilatlar tarixdə heç vaxt türkləri qətlam edib şikəst verə bilməyiblər, məğlub eləyə bilməyiblər. Düzdür. Qərbi Azərbaycanın tarixini oxuyun. Öldürüblər, cinayət eləyiblər, amma son 500 ili oxuyun, yəni Urmiyənin əfşar tarixlərini, Urmiyənin əfşar bəyləri və xanları ağıllı adam olublar, tarixlərini yazdırıblar. Durur, tarixləri durur, baxın. Hə, olub, çatışmalar olub, dərgiliklər olub. Bir dənə Sulduz şəhərini alanmadılar. Onda Sulduzun öz əhalisi direndi. Şimdi Təbrizdən Niru gəldi, Urmiyədən Niru gəldi. Sulduz şəhərini alanmırdılar. Urmiyədən Həsəni 4 dənə Klaşinkovla getdi, darmadağın oldular, getdilər. Yaxşı. Demirəm, zərər verərlər, gələrlər, vurarlar, nə bilim, öldürərlər, səbəsə ziyan verərlər. Amma əvvəliyyə mərhələlərdir. Ondan sonra baba Türk milləti o cür bir millət deyil Əli bəy. Nə əsən bölgədə, nə İranın içində, nə Azərbaycanda. Yəni məncə onlar ciddi məsələlər deyirlər. Əlbəttə belə deyil. Ciddi məsələ deyil. Bu mənada deyil ki biz məsələni xəfifə alaq, başımızı qoyaq yataq deyək, heç nə olmaz. Yox, o cür deyil. Düşməni xəfifə alsan, elə sən bir dənə balacana uşağı belə ciddi almasan, daşına vurur, sən başın yarılar, gözün də çıxar. Düzdür. Amma nəticədə bilməlisən ki, biləxərə bu uşaqdır, mən böyüyəm, böyük uşağı necə kontrol eləməlidir? Yoxsa uşağın əlinə bıçağı versən, bıçağı soğur adam qarnına, uşaq da adam öldürə bilər. Amma sən gələ o məsələni biləsən ki, biləxərə mən bir böyük insan olaraq o uşağı eləyə bilirəm, kontrol altında saxlayam, o dəstəlatı əlində saxlayasan. Mən bunu qəsd eləyirəm. Əgər bizim ağlımız başımızda olsa, mən bayaq dedim, biz 2006 ilində Komitə Mərdumi Difaz Qərbi Azərbaycanı başlatmış və illərcə iləri aparmış bir təşkilatıq. Mən demirəm ki, məsələn, Kürt deməyim, o terror təşkilatlarının heç bir təhlükəsi yoxdur. Təbiətən var. Elə uşağın məsələsi, bıçağı versin uşağın əlində, soxar adamın qarnını. Muntaha biz böyük bir millət olaraq məntəqədə bu zərfiyyətimiz və imkanatımız və qabiliyyətimiz var ki, onları kontrol eləyək və eləyə bilərik də. Yetər ki, ağlımız başımızda olsun, imkanlarımızın, imkanatımızın fərqində olaq, yatmayaq, huşumuz başımızda olsun, məsələləri rəsəd eləyək. Ağa indi 2 dənə Urmiyənin Şuraya şəhrinin üzvü deyirlər biz Urmiyədə cəşni Novruz quracaq. Əvvələn sünnilər İranda Novruz cəşni tutmazdılar, heç vaxt tutmayıblar.
Heç Osmanlıda da, Türkiyədə də tutmayıblar. Sünnilərdə cəşn Novruz deyə, Novruz bayramı deyə bir şey olmuyor heç vaxt. İndi də türkmenlərdə də yoxdur, Bəluçlarda da yoxdur, Sünni ərəblərdə də yoxdur, Sünni kürdlərdə də olmuyor heç vaxt. Heç Anadoluda da Sünni türklər və kürdlər heç vaxt Novruz tutmayıblar. Yaxçı. Bu əvaxirdə bir miting, siyasi miting şəklində başlayıblar, indi bunlar tuturlar falan. İşim yox. A tərəf bəyaniyə verir, çağırış verir. Əvvəldə yazır ki, biz nəm Çəngiz və Teymur və nəm Tatarların qarşısında dayandıq nəm bu Novruzla. O Tatar, Çəngiz, Teymur kimdir? Sən kimi deyirsən? Mənzurun nə mənədir sənin? Sən harda gəmidə oturmursan, gəmiçi gözü çıxardırsan. Buna deyirlər gəmidə oturub gəl. Ağa sən Novruz kutlayacaqsan, Novruz cəşni tutacaqsan. Get cəşnini tut da sənin Çəngizlə, Teymurla nə işin var? Tatar kimdir ba Urmiyədə? Sən kimi qəsd eləyirsən? Bunları gərək biz görək fərqində olaq. Ki bilək nə oyun oynayırlar. Bəli. Yoxsa bəli baş ağrı verəcəklər, verirlər də. Amma bizim millətimizdə o zərfiyyət və qabiliyyət var ki, bunlar kontrol eləyir. Qəsim Osmani danışırdı da, gəlib zatda danışıydı da, parlamenda danışıydı da. Danışıydı da, ana dilindən Qəsim Süleymani, Qəsim Osmani danışıydı da. Niyə danışmırdın? Niyə? Deyir ki, Urmiyanın Şuray şəhrində sən türkü danışmayın. Axı sən kimsən deyəsən Urmiyan? Sən biləxərə öz ana dilin kürdüdür, bizim də ehtiramımız var, heç etirazımız da yoxdur. Amma sən mənə deyənməsən Azərbaycanda sən türkü danışma. Sən də çıx kürdü danış. Əgər bir nəfər başa düşəcəksə o şəhərdə... Danışıydın, sən ki böyük danışırdın ha, nəm belə... Urmiyanın raic Hayır, terörist. Buyur da, buyur danışıydın da. Urmiyanın raic dili bazarda da, idarədə də, dadgahda da, bələdiyyəsinin Urmiyanın raic dili türküdür. Biləxərə Azərbaycanlı millət bu dili danışır. Sən eləyə bilməsən Urmiyalıya deyəsən sən türkü danışma. Sən eləyə biləsən deyəsən mənim də haqqım var kürdü danışam. Buyur danış da, get kürdlərlə kürdü danış. Amma Urmiyanın əhalisinin 95% kürdü bilmir axı. Kürdü danışsan özün başa düşəcəksən. İstəyirsən danış. Amma da türkə deyənməsən türkü danışma. Yəni bu məsələləri bu şəkildə görsək, rəsəd eləsək və bilsək nə oyunlar dönür, mən vaqən mütməinnəm ki, bizim millətimizdə bu zərfiyyət var ki, bu məsələləri həll eləyək. Və bunlar dərhət bir dənə baş ağrı qalır. Çox sağ olun Məcid bəy, təşəkkür edirəm ki, mən sizdən təşəkkür edirəm. Sağ olasınız. Gəldiniz və hər hal əlimizdən çox iş gəlmir. Bu dirəniş təşkilatının platformu haqqında sadəcə çox danışmalıyıq, çox zad eləməliyik ki, ancaq bu hazırıq ki, verilişlər qoyaq və yenə də xahiş edirəm, gəlin Azərbaycanın milli hərəkətində olan məsələlərdən, mövzulardan və dirənişin o xətt fikrindən, xətt məşqsindən gəlib danışasınız. Hər hal bu millətimiz qətən dəstəkləyəcək, sizin bu məfkurəni, bu düşüncəni görüb biraz da artıq maraqlanacaq. İnşallah gələn görüşlərdə sizdən çox... Əli bəy, son bir dənə məsələ deyim. Biz bu 2024 ildəki sənədi rapportumuzda federalizmi bu ünvanı bir dənə bərnaməyə təşkilatı mətrəh elədik. İlk dəfə olaraq. Öz təşkilatımızın bərnaməsi olaraq. İndi bugün hər halda yeri də dəyərli fürsət olmadığı məsələdə danışaq. Mail olsaq bir gün o məsələni ki, nədən biz Qətən biz gələn şənbə ya yekşənbə bərabər müəyyənləşdirək. Niyə biz federalizmi bu ünvanı bir dənə bərnaməyə təşkilatı qəbul elədik? Bunun fənni və texniki səbəbləri nədir? Onu danışsaq məncə gələn həftə ərzində inşallah şənbə ya yekşənbə bilirəm ki, bu 2 gündə sizin vaxtınız olur. Hansı günə münasib olsa xahiş edirəm, planlaşdırın. Həmahəng olmaq bərabər, həttəm. Bəli. Çox sağ olun əziz izləyənlər, bizi seyr edənlər. Çox minnətdaram ki, bizi izlədiniz. Xahiş edirəm Az Səsi TV-nin
üzv olun, ta eləyə bilək çoxlu insanlarla əlaqədə olaq və fəzai məcazində nə qədər artıq üzv olan olsa, ev elən artıq adam imkan tapır ki, görməyə. Hər halda sağ olun, şad qalın, şad yaşayın. Allah'a emanet.